Son günlər Amerika Birləşmiş Ştatları İran münasibətlərindəki gərginlik hər iki tərəfdən səslənən kəskin bəyanatlar fonunda yüksələn xəttlə davam etməkdədir. İstər Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump, istərsə də digər Amerika rəsmiləri İranın nüvə proqramı ilə bağlı problemin həlli üçün ya müzakirə, ya da müharibə dilemmasını Tehranın qarşısında daha qətiyyətlə qoymağa başlayıblar. İrandan verilən reaksiyalar da öz kəskinliyi baxımından geri qalmır. Əvvəlcə Xarici İşlər Naziri Abbas Əraqçi Vaşinqtonun müharibə təhdidinə cavab olaraq İranın nüvə proqramı hərbi əməliyyat yolu ilə məhv edilə bilməz şəklində açıqlama verdi. Daha sonra ölkə prezidenti Məsud Pezeşkiyan Trumpa müraciətlə "Mən ümumiyyətlə səninlə danışıq aparmağa gəlmirəm. Nə qələt etmək istəyirsən et" deyə bəyan etdi. Nəhayət, sırağa gün martın 12-sində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi tələbələrlə görüşündəki çıxışı ilə demək olar Amerika Birləşmiş Ştatları ilə danışıqlar ehtimalının üzərindən xətt çəkdi. Maraqlıdır ki, həmin çıxışdan bir neçə saat sonra Donald Trump'ın İran rəhbərinə ünvanladığı və hələ ötən həftədən anonsunu verdiyi məktubu Tehrana yetişdi. Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik müşaviri Ənvər Qərqaş Amerika Birləşmiş Ştatları dövlət başçısının məktubunu Abbas Əraqçiyə təqdim etdi. Amma Xameneyi əslində qeyd olunan çıxışı ilə öncədən Trump'ın məktubuna cavab vermişdi. Tanınmış İran jurnalistinin dəqiq müşahidəsinə görə həmin çıxışla məktub açılmazdan qabaq cavabını aldı. Xameneyinin tələbələr qarşısında çıxışı Amerika Birləşmiş Ştatları İran münasibətlərinin gündəmindəki əsas mövzulara indiyə qədər olduğundan daha aydın və birmənalı yanaşma sərgiləmək baxımından diqqəti çəkir. Bu mənada həmin çıxışın təkcə xarici aləmə deyil, həm də daxili auditoriyaya ünvanlandığı şübhə doğurmur. İran rəhbəri ilk növbədə Amerika Birləşmiş Ştatları ilə danışıqlar məsələsinə toxunaraq deyib: "Əgər müzakirənin məqsədi sanksiyaların aradan götürülməsidirsə, Amerika Birləşmiş Ştatlarının hazırki hökuməti ilə danışıqlar sanksiyaları aradan qaldırmayacaq. Nəinki aradan qaldırmayacaq, hətta sanksiyalar düyünü daha da dolaşacaq. Danışıqlar bizə təzyiqləri artıracaq. Çünki onlar yeni tələblər irəli sürürlər. Ona görə danışıqlara getsək, problemlər indikindən də çox olacaq." Trump'ın İran rəhbərinə məktubunun məzmunu açıqlanmasa da, Xameneyinin bu sözlərlə nəyə işarə etdiyi aydındır. Çünki öncəki açıqlamalardan ABŞ-nin İrandan tələbinin yalnız nüvə proqramının məhdudlaşdırılması deyil, həm də Tehranın regiondakı proksi qüvvələrinə dəstəyini dayandırması olduğu məlumdur. Sonuncu dəfə bu tələbin mövcudluğunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirib. O, Amerikalı blogerlərə müsahibəsində Amerika Birləşmiş Ştatlarının İranla yeni nüvə anlaşması tələbinin siyasi şərtlərlə müşayiət olunduğunu və bunun narahatlıq doğurduğunu vurğulayaraq deyib: "Amerika Birləşmiş Ştatları istəyir ki, İran İraqda, Livanda, Suriyada və başqa yerlərdəki qruplaşmaları dəstəkləməkdən əl çəksin. Bu variantın işə yarayacağını düşünmürəm." Əlbəttə, Xameneyinin və onun rəhbərlik etdiyi Sepahın illərlə yürüdülən siyasətdən və İranın regional təsirinin əsas alətindən imtina etməsi rejimin siyasi ölümü demək olardı. Odur ki, Xameneyinin bu məsələdə sonadək getməkdən özgə yolu yoxdur. Amma orası da var ki, bu yol hazırki reallıqda onu həm də Amerika Birləşmiş Ştatları və İsraillə müharibəyə doğru aparır. Xameneyi sözü gedən çıxışında müharibə mövzusuna da toxunub və deyib: "Amerika bizi hərbi əməliyyatla hədələyir. Bu ağılsız bir təhdiddir. Çünki müharibə zərbə vurmaq bir tərəfli deyil. İran cavab zərbəsi endirməyə qadirdir və mütləq bunu edəcək. Hətta mən deyərdim ki, Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri belə bir səhv etsələr, daha çox ziyan görən onlar olacaq." Danışıqlar təklifinin rədd edilməsinin ardınca bu sözlərin dilə gətirilməsi nə anlam daşıyır? Doğrudanmı İran rəhbəri qarşı tərəfin təklif etdiyi alternativlər içərisindən məhz müharibə variantını seçir? Yoxsa Amerika Birləşmiş Ştatları prezidentinin təhdidlərini ciddi qəbul etmir? Bir çox təhlilçilər danışıqların baş tutmayan
olmayacağı təqdirdə müharibə ehtimalının aşağı olduğunu söyləməklə yanaşı, onun bu tezlikdə olmayacağını da vurğulayırlar. Lakin başqa cür düşünənlər də az deyil. Məsələn, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Seyid Məhəmməd Hüseyni martın 11-də dərc olunmuş məqaləsində müharibə ehtimalını gücləndirən və zəiflədən amilləri ayrı-ayrılıqda nəzərdən keçirərək yazır. Müharibə ehtimalını gücləndirən əlamətlər onu zəiflədən əlamətlərdən daha çox və daha təsirlidir. Odur ki, İranda siyasi qərar qəbul edənlər yaxın perspektivdə Amerika Birləşmiş Ştatları və İsrailin hərbi hücumunu çox ehtimal olunan və ciddi məsələ hesab etməlidirlər. Ekspertin fikrincə, müharibə ehtimalını gücləndirən amillər bunlardır. 1. Amerika Birləşmiş Ştatları və İsrailin 7 oktyabrdan sonra Orta Şərqdə güc balansının dəyişməsi barədə təsəvvürü. 2. Nüvə obyektlərinə hücum qarşısında İranın hərbi gücünün məhdudluğu barədə Amerika Birləşmiş Ştatları və İsrailin dəyərləndirməsi. 3. İranda xalqla hakimiyyətin qarşılıqlı əlaqəsi barədə Amerika Birləşmiş Ştatları və İsrailin təsəvvürü. 4. İranın uranı zənginləşdirməsinin nüvə silahı istehsalının astanasında olması barədə Amerika Birləşmiş Ştatları və İsrailin qənaəti. 5. Amerika Birləşmiş Ştatları və İsrailin regionda, xüsusən Suriyada İranın strateji dərinliyinin ciddi şəkildə zəifləməsinə inamı. 6. Trumpın 2018-ci ildəki ya müzakirə ya da sanksiya təklifinin əvəzinə ya müzakirə ya da müharibə yanaşmasından çıxış etməsi. 7. Trumpı İrana qarşı müharibəyə razı salmaq üçün Ağ Evdə Yahudilərin intensiv lobbiçiliyi. 8. Avropanın İranla bağlı mövqeyinin sərtləşməsi və Britaniyanın İrana qarşı məhdud müharibəni müdafiə etməsi. 9. Doğru vəd əməliyyatı zamanı Fransa və Britaniyanın indiyə qədər görünməmiş bir şəkildə İsrailin tam müdafiəsinə qalxması. 10. Ukrayna ilə əlaqədar sazişdə İranın razılaşma obyektinə çevrilməsi ehtimalı. Mövcud reallığa söykənən bu təhlillə tanışdıqdan sonra ortaya daha bir sual çıxır. İran hakimiyyəti özünün rəsmi beyin mərkəzini təmsil edən ekspertin obyektiv amilləri nəzərə almaqla verdiyi tövsiyəyə qulaq asacaqmı? Yoxsa ona məhəl qoymayıb öz hikkəsini yeritmək naminə təkcə İranda deyil, bütövlükdə regiona fəlakət vəd edən ssenariyə hə deyəcək.